Herkese salam. Bugünkü mövzumuz miqyas olacaqdır. Miqyas qəbul imtahanlarında ən çox istifadə olunan mövzulardan biridir və hər kəsin bilməyi zəruri olan mövzulardan biridir. Gəlin başlayaq. Yer kürəsini öyrənmək üçün qeyd etmişik ki, iki miqyasdan istifadə olunur. Bir məkanın miqyası, iki kartoqrafik miqyas. Yəni kartoqrafik miqyas xəritənin miqyasıdır. Məkanın miqyası isə ərazinin həqiqətdə olan öz miqyasıdır. Və bu məkanın miqyası 3 yerə bölünür. Lokal miqyas, regional miqyas və qlobal miqyas. Lokal miqyas dedikdə kiçik bir ərazinin miqyası nəzərdə tutulur. Regional dedikdə isə yer kürəsinin bir hissəsi, hər hansı bir ölkənin bir neçə şəhəri ola bilər və hər hansı bir regionda baş verən hər hansı bir hadisənin miqyası qeyd olunursa, bu regional miqyas olur. Yox, əgər bütün dünya nəzərdə tutulursa, bu artıq qlobal miqyas olur. Məsələn, koronavirus pandemiyası yayılanda ilk olaraq hardan başladı? Çinin bir vilayətindən başladı, doğrudurmu? Bu onda lokal idi, yeni başlayanda. Sadəcə bir vilayət əhatə edirdi, lokal idi. Lakin daha sonra artıq Çinin digər şəhərlərində də yayılmağa başladı. Nə oldu? Regional miqyasda yayılmağa başladı. Nə vaxt ki artıq bütün dünya ölkələrinə yayıldı, o halda biz buna qlobal miqyaslı bir virus pandemiya adını verdik. Yəni bu formada yadda saxlaya bilərsiniz ki, lokal kiçik, regional yerin bir hissəsi, müəyyən hissəsi, qlobal isə bütün dünya nəzərdə tutulur. Digər miqyas isə əslən məsələlərdə istifadə etdiyimiz kartoqrafik təsvirin miqyasıdır. Kartoqrafik təsvirlər nədir? Plandır, xəritədir. Yəni burada istifadə olunan miqyasdır. Və biz xəritələri miqyasına görə 3 yerə bölürük. Böyük miqyaslı, orta miqyaslı, kiçik miqyaslı. Ümumiyyətlə, yəni miqyası rahat öyrənmək üçün belə bir qayda yadda saxlayın ki, miqyas həqiqi məsafənin nə qədər kiçildiyini göstərir. Santimetrlə verilir əsasən, biz onu daha sonra kilometrə çeviririk rahatlaşdırmaq üçün. Məsələn, miqyas verilibsə, burada qeyd etmişəm, 1 bölünsün 1 milyon. Deməli, ərazinin həqiqi sahəsi 1 milyon dəfə kiçildilib. Verilsə 100 min dəfə kiçildilib. Miqyas verilsə 1 bölünsün 25 milyon. Deməli, ərazi 25 milyon dəfə kiçildilib. Bu o deməkdir. Böyük miqyaslı xəritələr 1 bölünsün 10 mindən 1 bölünsün 200 minə qədər olur. 1 bölünsün 10 minə qədər planlar olur. Çünki planda kiçik ərazi təsvir olunur axı. Onun miqyası böyük ola bilir. Ümumiyyətlə, miqyası böyük-kiçiyə ayıranda baxın, həmin o rəqəm, kəmiyyət nə qədər kiçikdirsə, miqyas o qədər böyükdür. Məsələn, 1 bölünsün 10 min 200 mindən kiçikdir, doğrudurmu? Yəni, bu daha az kiçildilib. Az kiçildiyinə görə daha böyük miqyaslı xəritə hesab olunur. Yəni, bu formada. Böyük miqyaslı xəritə 1 bölünsün 10 mindən 1 bölünsün 200 minə qədərdir. Orta miqyaslı xəritə 1 bölünsün 200 mindən 20 min gedib burada. 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Kiçik miqyaslı xəritə isə 1 bölünsün 1 milyon və daha kiçik miqyaslı olan 10 milyon da ola bilər, 25 milyon da ola bilər, 75 milyon da ola bilər. Yəni 1 milyonun kiçik olan miqyaslar aiddir. Yəni burada ədədin qabağında 1 var deyə, yəni biri məsəl içində, biri 10 minə bölsək daha böyük ədəd olaraq, yoxsa biri 1 milyona bölsək. Əlbəttə ki, biri 10 minə bölsək daha böyük bir rəqəm alarıq, nəinki biri 1 milyona bölsək. O formada miqyasın ölçüsü də dəyişir. Məsələn, burada qeyd etmişəm, Bakı şəhərinin xəritəsidir. Böyük miqyaslı xəritə tərtib oluna bilər. Çünki Bakı, yəni, dünya ilə müqayisədə kiçik olduğuna görə böyük miqyasa tərtib oluna bilər. Azərbaycanın divar xəritələri əsasən orta miqyasda tərtib olunur. Dünya xəritələri isə kiçik miqyasda. Çünki əgər nə qədər çox ərazi əhatə olunursa o xəritədə, o qədər kiçik miqyaslıdır. Yəni, kiçik ərazilər da, məsələn, daha az yer tutan, belə deyək, doğru dildə. Kiçik ərazilər böyük miqyaslı xəritədə, böyük ərazilər kiçik miqyaslı. Gəlin burada qeyd edək. Kiçik
ərazi olacaq böyük miqyas, daha böyük miqyasda tərtib olunur. Böyük ərazi isə, məsələn, bütün dünya, məsələn, böyük ərazi. Bu artıq kiçik miqyasa tərtib olunur. Çünki daha çox kiçilməlidir ki, bu varağa yerləşsin. Daha sonra miqyasın 3 növ vardır yazılışına görə. Ədədi, izahlı və xətti. Ədədi miqyas rəqəmlə göstərilir. Məsələn, 1 bölünsün 25 milyon. Ədəd idi 25 milyon. Ədəd oldu ədədi miqyas. Sırf rəqəmlə göstərilir. Və mən bunu izahlıya çevirirəm. İzahlıya çevirmək üçün bundan 5 dənə sıfır silirəm. 1, 2, 3, 4, 5. Neçə qaldı? 250. Deməli, bunun izahı bu olacaq ki, 1 santimetrdə 250 kilometr. Çünki yer səthində həqiqətdə 250 kilometr xəritədə 1 santimetrə bərabərdir. Həqiqətdə 500 kilometr xəritədə olacaq 2 santimetr. Bu formada. Bunda nəyə görə 5 dənə sıfır, onu da izah eləyək. Adi riyaziyyat qaydasıdır. 1 metr 100 santimetrdir, doğrudurmu? 1 kilometr neçə metrdir? 1000 metrdir. O halda 1 kilometr santimetr olar. 2, o da 3, 5 dənə. 1, 2, 3, 4, 5 santimetr. Deməli, 1 kilometr 100.000 santimetrdir. Biz də həqiqətdə məsafələr əslən kilometrlə hesablandığına görə, yəni çox təsadüfən biz məsələlərdə metr görə bilərik. 90% kilometr görəcəyik. Kilometrlə verildiyinə görə biz buradan 5 dənə sıfır silirik və daha rahat formada hesablayırıq. 5 dənə sıfır sildim, oldu 1 santimetrdə 250 kilometr. Məsələn, tutaq ki, versəydi 15, məsələn, neçə deyək? 1 bölünsün 1 milyon 500 min. Düzdürmü? 1 milyon 500 min. 1, 2, 3, 4, 5. 5 dənə sıfırı sildim. Oldu 1 santimetrdə 15 kilometr bu formada. Bəs xətti nədir? Xətti miqyası çox vaxtlaşdırırlar, amma ən rahatı bəlkə də budur. Bu, yəni ədəd oxu formasında olur, xətti formada və xətlər üzərində çəkilir. İkinci, bizim miqyasımız nədir? 1 santimetrdə 250 kilometr. Bir ən ilk xətti 250 yazırıq. İkinciyə 0 yazırıq. Ondan da sağda 250 yazırıq. Yəni sıfırın həm solunda, həm sağında bizim miqyasımız qeyd olunmalıdır. Sonra hər oxa qədər 250 artırırıq. 250 olacaq 500, 750, 1000, 1250 və s. və ilaxır. Tutaq ki, başqa bir nümunə göstərim. Miqyasımız olsun 1 bölünsün 14 milyon. Bunu xəttiyə izahlıya çevirsək, olar 5 dənə sıfırı silərəm. Olar neçə? 1, 2, 3, 4, 5. 140 kilometr. Oldu bu 140 kilometr. İndi izahlı olaraq dedim 140 kilometr. Gəlin ədədiyə çevirim. Xəttiyə çevirim. Eyni qaydada. İkinciyə 0 yazıram. İlkinə 140. Sıfırdan sonra da 140, 140, 140 bu artır və s. və ilaxır. Yəni, çox rahat dərsində bu formada öyrənirik. Bəs miqyasla miqyasın kəmiyyəti arasındakı fərq nədir? Bunu da çox vaxt qarışdırırlar. Baxın, 1 bölünsün 100 milyon. 1 bölünsün 100 milyon. Bu bizim miqyasımızdır. Bu deməkdir ki, xəritədə həqiqi ərazi 100 milyon dəfə kiçilib. Kəmiyyət dedikdə isə 1 bölünsünü çıxıram, sadəcə 100 milyon kəmiyyət olur. Sadəcə o sıfırlı ədəd 100 milyon kəmiyyət olur. Məsələn, 1 bölünsün 125 milyon. 1 bölünsün 125 milyon olur miqyas. Sadəcə 125 milyon olur miqyasın kəmiyyəti. Bu formada. Və miqyasla miqyasın kəmiyyəti tərs mütənasibdir.
tərs mütənasibdir. Hər zaman belə yadda saxlayın. Miqyas və miqyasın kəmiyyəti tərs mütənasibdir. Miqyas artdıqca kəmiyyət kiçiləcək. Kəmiyyət artdıqca miqyas kiçiləcək. Məsələn, bir nümunə miqyas götürək, bir ədəd götürək. 1 bölünsün 150.000. 150.000. Bu böyük miqyaslıdır da, yəni 10.000-dən 200.000-ə qədər böyük miqyaslıdır. 1 bölünsün 150.000 də böyük miqyaslıdır. Bir də bir miqyasda yazın, 1 bölünsün 15 milyon. Bu artıq kiçik miqyaslı oldu. 1 milyondan kiçik olduğuna görə. İndi 2 miqyasdan ümumi 1 bölünsün 150.000 daha böyük miqyaslıdır, yoxsa 1 bölünsün 15 milyon. Əlbəttə ki, kiçik olan, ədədi kiçik olan özü böyükdür miqyasda. Belə yadda saxlayın. 1 bölünsün 150.000 deməli olan miqyas daha böyükdür. Nəinki 1 bölünsün 15 milyondan. 1-ə bölürük axı ədədi. Ona görə. Burada qeyd edeyim. Birincisi böyük miqyas, ikincisi kiçik miqyas. Yəni 1 bölünsün 150.000'lik miqyas 1 bölünsün 15 milyonluq miqyasdan daha böyükdür. Çünki birində tutaq ki, eyni ərazi 150.000 dəfə kiçildilib, digərində 15 milyon dəfə kiçildilib. Hansı daha çox kiçildilib? Əlbəttə ki, 15 milyon dəfə kiçildilən daha çox kiçildilibdir ona görə. Bu miqyasın müqayisəsidir. İndi gəlin kəmiyyəti müqayisə edək. Kəmiyyətdə artıq qayda dəyişir ki, kəmiyyət nə dedim? Sadəcə ədəd, 1 bölünsünü saymırım. Yəni bunun kəmiyyəti 150.000'dir. İkincinin kəmiyyəti sadəcə 15 milyondur. 150.000 böyükdür, yoxsa 15 milyon? 15 milyon daha böyükdür. 1-ə bölmürəm artıq kəmiyyətdə. Sadəcə geriyə qalan ədədi götürürəm. Kəmiyyət dedikdə 15 milyon 150.000'dən daha kiçikdir. Miqyas dedikdə isə 1 bölünsün 150.000'lik miqyas 1 bölünsün 15 milyonluq miqyasdan daha böyükdür. Yəni bu formada. Yəni 1 bölünsün 150.000 miqyas olaraq daha böyükdür, amma 150.000 ədədi kəmiyyəti kiçik bir kəmiyyətdir. Bu səbəbdən deyirik ki, tərs mütənasibdir. Miqyas və miqyasın kəmiyyəti tərs mütənasibdir. Miqyas artdıqca kəmiyyət azalır, yazıram. Miqyas artsa kəmiyyət azalacaq. Bu bir. İkinci. Miqyas azalsa kəmiyyət artacaq. Bu da ikinci qaydamız. Bu formada yadda saxlaya bilərsiniz. Gəlin ki, xətti miqyası az əvvəl qeyd elədim. Burada da göstərmişəm. Yəni qrafik ədəd oxu formasındadır. Miqyas verilib burada 1 bölünsün 2 milyon. Bu ədədidir. Ədədi miqyas sırf rəqəmlə. 1 santimetrdə 20 kilometr bunun izahlı miqyasıdır. Yəni, yer səthində 20 kilometr, xəritədə 1 santimetr olaraq göstərilib. İndi gəlin bunu xətt olaraq göstərək. Yenə oxlar çəkilir. İkinci xəttdə 0 yazılır. Miqyas nədirsə kilometr olaraq bir sıfırdan əvvələ, bir də ondan sonraya eyni ədədlər qoyulur. Daha sonraki artım isə miqyas əsasən olur. 20 üstə 20, 40, 40 üstə 20, 60, 60 üstə 20, 80. Niyə 20? Çünki miqyasımız 1 santimetrdə 20 kilometr olduğuna görə bu 20 kilometrdən 1 artmalıdır. Bu formada qlobusun miqyası xəritənin miqyasından fərqlidir biraz. Çünki qlobusda sadəcə 3 miqyas olur. Böyük miqyaslı 1 bölünsün 30 milyon, orta miqyaslı 1 bölünsün 50 milyon, kiçik miqyaslı isə 1 bölünsün 83 milyon. Fikir verin, kəmiyyətlər böyüdükcə miqyas özü kiçildi. 30 milyon 83 milyondan kiçikdir, düzdür? 30 milyon daha kiçikdir, nəinki 83 milyondan. Amma miqyas olaraq 31 bölünsün 30 milyonluq qlobus 1 bölünsün 83 milyonluq qlobusdan daha kiçikdir. Yenə burada biz tərs mütənasibliyi görürük. Yəni burada qlobusdan söhbət gedəndə qarşıda sadəcə 3 miqyas çıxacaq. 30 milyon, 50 milyon, 83 milyon. Başqa miqyas yox. Bunu əzbərləmək nəyə görə lazımdır? Bəzən olur ki, məsələdə verilir.
Daha demir ha, miqyas 1 bölünsün 30 milyondur. Deyir ki, böyük miqyaslı xəritədə olan məsafəni tap. Artıq siz avtomatik bilməlisiniz ki, böyük miqyaslı qlobus nədir, neçədir? 1 bölünsün 30 milyondur. Məsələn, o 1 bölünsün 50 milyon verməyəcək. Sizə deyəcək ki, orta miqyaslı qlobus. Artıq siz avtomatik bilməlisiniz ki, orta miqyaslı qlobusun miqyası 1 bölünsün 50 milyona bərabərdir. Sonra gəldik miqyas düsturlarına. Miqyasda, yəni əsas bir düsturu yadda saxlasaq, daha sonra ardı gələcək. 3 dənə bizim burada 3 dənə ifadəmiz var. Həqiqi məsafə bizə lazımdır. Xəritədəki məsafə bizə lazımdır. Bir də miqyas bizə lazımdır. Yəni məsələdə bu 3 dənə məfhumdan ikisi verilir, birini biz tapmalıyıq. Və düstur da nədir? Həqiqi məsafə. Həqiqi məsafə nədir? Yer səthində olan məsafə. Çox vaxt kilometrlə verilir. Onu tapmaq üçün miqyası vururuq xəritədəki məsafəyə. Məsələn, məntiqlə fikirləşək. Həqiqi məsafə daha böyükdür, yoxsa xəritədəki məsafə? Əlbəttə ki, həqiqi məsafə daha böyük olacaq. Ona görə artıq onu tapmaq üçün bizə hasil lazımdır. Xəritədəki məsafə kiçik olduğuna görə həqiqi məsafəni bölürük miqyasa. İkinci düsturumuzda miqyası tapmaq üçün də həqiqi məsafəni bölürük xəritədəki məsafəyə. Sahədə düsturun yolu eynidir. Eyni düsturdur. Amma burada bir fərq var ki, miqyasın kvadratından istifadə olunur. Çünki sahə nədir? A, B. N-in uzuna nisbəti. S bərabərdir A vur B. Uzunluğu da elə deyil. Uzunluğuna sadəcə bir dənə ağ xətti boyunca biz hesab ölçürük. Amma sahədə N-in uzunluğuna vururuq axı. Artıq burada 2 qat bizə miqyas lazım olacaq. Ona görə miqyasın kvadratı yazırıq. Yəni, həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını xəritədəki sahəyə vururuq. Xəritədəki sahəni tapmaq üçün miqyasın kvadratını, həqiqi sahəni miqyasın kvadratına bölürük. Miqyası tapmaq üçün də həqiqi sahə böl xəritədəki sahə, amma kök altda. Yəni, bu düstur necə çıxır? Həqiqi sahə bərabərdir, xəritədəki sahə vur m kvadratı, miqyasın kvadratı. Yəni, burada miqyasın kvadratı bərabərdir, həqiqi sahə böl xəritədəki sahə. Kvadratdan saxlaya bilmərik axı. Ona görə biz bunu kök altda yazırıq ki, kvadratdan çıxardaq. Yəni, düsturumuz bu formadadır. İndi nümunələrlə də göstərərəm. Birinci məsələmiz nədir? Miqyas 1 bölünsün 100 mindir. A və B arasındakı məsafə 10 santimetrdir. Həqiqi məsafə HM böyüyü istəyir. Həqiqi məsafənin düsturu bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Xəritədəki məsafə verilib. Baxın, 10 santimetr. Xəritədəki məsafə həmişə santimetrlə veriləcək. 10 miqyasa vurmalıyıq. 5 dənə sıfır silirik əvvəlcə. Qalır 1. 10 vur 1 bərabərdir 10. Həqiqi sahəmiz 10. Yazmışam burada da 5 dənə sıfırı silirik. Daha sonra xəritədəki məsafəyə vurub həqiqi məsafəni tapırıq. İkincidə artıq burada həqiqi məsafə verib, gördüyünüz kimi kilometrlə. Xəritədəki məsafə verib, miqyası tapmalıyıq. Miqyasın da düsturu nə idi? Həqiqətdə olan məsafəni bölməliyim xəritədəki məsafəyə. Miqyas bərabərdir. Həqiqətdə 250 kilometr. Biri kilometrdir, biri 5 santimetrdir. Ona görə biz bunları bərabərləşdirməliyik. 250 kilometr nəyə bərabərdir? 5 dənə sıfır əlavə eləyək. 1, 2, 3, 4, 5. 25 milyon. 25 milyon. Yəni 25, 3, 4, 5, 6. 6 dənə sıfır oldu. 25 milyon santimetri 5 santimetrə bölməliyim. Çünki bölmədə kəmiyyətləri bərabərləşdirmək vacibdir. Bunu da böləndə nə qalır? 25 milyon böl 5 olur 5 milyon. Deməli, bizim miqyasımız 5 milyondur. Ədədi miqyasımız olacaq 1 bölünsün 5 milyon. İzahlı olaraq desə, olacaq 1 santimetrdə 5 dənə sıfır vuraq 50 kilometr. Yəni, həqiqətdə 50 kilometr xəritədəki 1 santimetrə bərabərdir. Bəs desə ki, bunu xətti göstərin. Onda necə eləyərik? 50 kilometri tapmışam da.
İkinciyə 0-ı qoyuram, 1-ə 50, 0-dan sağa da 50, sonra 50-50 artırıram. Çünki miqyasım 50-dir. Bunun ədədisində, xəttəsində bu formada izah etdik. Daha sonra digər bir nümunəyə baxaq. A və B arasında həqiqi məsafə kilometrlə verib 210 kilometrdir. Miqyas 1/3 milyondur. Nə lazımdır bizə? Xəritədəki məsafə lazımdır. Həqiqi məsafəni bölürəm miqyasa. Həqiqi məsafəm 210 kilometrdir. 3 milyon santimetrdir. Gəlin bunu kilometr çevirək. 5 dənə sıfırı vuraq. Qalır 30. 210 bölü 30 bərabərdir 7 santimetr. Deməli bizim həqiqətdə 210 kilometr, xəritədə 7 santimetrə bərabərdir. Daha sonra burada biraz fərqlən topluda var bu tip məsələ. Burada artıq iki xəritədən söhbət gedir. Nə deyir? A və B şəhərləri arasındakı məsafənin miqyası 1/4 milyon olan xəritədə 8 santimetr, digər xəritədə 16 santimetrdir. İkinci xəritənin miqyasını tapın. Deməli, burada iki ayrı xəritə var. Yəni, xəritə 1 var, iki dənə ayrı xəritə var. İkisində də eyni ərazi. Məsələn, Azərbaycanın xəritəsidir. Eyni Azərbaycandır. Amma birində daha çox kiçildilib, birini daha az kiçildilib. İndi birinci xəritədən 1/4 milyon birinci xəritənin miqyasıdır. Və xəritədəki məsafə də verilib. Gəlin həqiqi sahəni tapaq. Əvvəlcə bu tip məsələdə iki xəritədən söhbət gedirsə, həqiqi məsafə tapılır. Həqiqi məsafəni tapmaq üçün də xəritədəki məsafəni vururam miqyasa. Yəni 8-i vururam, 5 dənə sıfırı atıram, qalır 40. Oldu 320. Yəni bu ərazi həqiqətdə 320 kilometrdir həqiqətdə. İndi birinci xəritədə 4 milyon dəfə kiçildilib, ikincidə biz tapmalıyıq ki, bu neçə dəfə kiçildilib. 320-ni tapdıq. İndi tapdığımız həqiqi məsafəni ikinci xəritəyə tərtib edirik. Yəni 16 santimetrə. İkinci xəritənin miqyasını istəyir. Miqyas düsturu nədir? Miqyas bərabərdir həqiqi məsafə böl xəritədəki məsafə. Miqyas bərabərdir. Həqiqi məsafəmiz oldu 320, hesablayıb tapdıq. Bölməliyəm 16-ya. 320-ni 16-ya böldüm. Burada da yazmışam, çıxır 20. Deməli, bizim ikinci xəritənin miqyası 1 santimetrdə 20 kilometrdir. Ədəd olaraq 1 bölünsün 2 milyondur. Deməli, birinci xəritədəki məsafə ilə miqyasın hasilini tapdım. Oldu bu həqiqi məsafə. Sonra tapdığım həqiqi məsafəni ikinci xəritədəki məsafəyə böldüm. Tapdım miqyası. Bu formada həll elədik. Daha sonra məsafəyə aid hər üç düstura əsasən nümunəni göstərdim. İndi isə sahə nümunəsini göstərirəm. Sahə miqyasını necə tapırıq? Deməli, burada nə deyir? 1 bölünsün 1 milyon miqyaslı xəritədə eni 5 cm, uzunluğu 2 cm olan ərazinin həqiqi sahəsini tapın. Həqiqi sahənin düsturu nə idi? Xəritədəki sahə vur miqyasın kvadratı. Xəritədəki sahəm verilməyib sahə. N 5 verib, uzunluq 2 verib. Sahə düsturu nədir? A vur B. Yəni N vur uzunluq. Sahəni tapmaq üçün mütləq N-i uzunluğa vurursunuz. 5-i vurdum 2-yə 10 santimetr kvadratı. Bu oldu xəritədəki sahəm. 10 vurulsun miqyasın kvadratına. Miqyasım neçədir? 1 bölünsün 1 milyon. 5 dənə sıfırı silirəm. Qalır 10. Miqyas 10-dursa, miqyasın kvadratı neçə olar? Miqyasın kvadratı olur 10-un kvadratı. Bu da bizə verir 100. Deməli, 10-u 100-ə vurmalıyım. Yəni, burada çaşdırıb boş miqyasa vurmayın. Sahə deyirsə, miqyasın kvadratına vurmalısınız. Onu da 100-ə vuranda olur 1000 kilometr kvadratı. Digər bir məsələdə. Eni 30 kvadrat, uzunluğu 20 kvadrat olan ərazinin sahəsi miqyası 1 bölünsün 2 milyon olan xəritədə nə qədər olur? Burada artıq xəritədəki sahəni istəyir. Xəritədəki sahə bərabərdir. Həqiqi sahə böl miqyasın kvadratı.
Həqiqi sahə n 30, uzunluq 20. S bərabərdir. Uzunluq vur n olur 30 vur 20 bərabərdir 600. Həqiqi deməli sahəmiz oldu 600. İndi miqyasıma baxıram. Miqyasım neçədir? 1 bölünsün 2 milyon. 5 sıfırı silirəm. Qaldı 20. Miqyas. Burada. Miqyas 20 kilometrdir. Mənə sahədə nə lazımdır? Miqyasın kvadratı. Miqyasın kvadratı olacaq 20-nin kvadratı, yəni 400. Deməli 600-ü 400-ə bölməliyəm. Sahə deyirsən, mütləq miqyasın kvadratına bölmək lazımdır. 600 bölü 400 bizə verir 1,5 santimetr. Keçək digər nümunəmizə. Burada artıq həqiqi sahə var, kilometrlə, xərtdəki sahə var, santimetrlə, miqyas istəyir. Miqyasın düsturu budur ki, kök altda həqiqi sahə böl xərtdəki sahəyə. Miqyas bərabərdir. Kök altda 1296 böl 36. Baxın, burada yazmışam. Bu da eləyir. Kök altda 36. Kök altda 36-dan kök çıxardıq 6. Deməli, miqyas 6 bu nə deməkdir? Bu o deməkdir ki, həqiqətdə 6 kilometr olan ərazi xəritədə 1 santimetr göstərir. Yəni 1 santimetrdə 6 kilometr ədədi olaraq göstərir isə tapdığımız rəqəmin ardına 5-dən 0 qoyuruq. 1 bölünsün 6, 1, 2, 3, 4, 5. 600 min. Miqyasımız da oldu 1 bölünsün 600 min. Bu formada. Daha sonra təhrifin hesablanmasına baxaq. Təhrif əslində özündə iki mövzunu birləşdirir. Bir miqyas, iki coğrafi koordinatlar. Yəni coğrafi koordinatlar mövzusunu bilmədən tərhifi hesablamaq olmaz. Amma yəni miqyas mövzusunda olduğuna görə mən bunu da izah etmək istəyirəm. Deməli, məsələn, bu nə deməkdir? Yer kürəsinin hər hansı bir hissəsi xəritəyə köçürüləndə bəzən olur ki, rəqəmlər üst-üstə düşmür. Məsələn, həqiqətdə 500 kilometrdir. Miqyasla biz köçürdürük xəritəyə. İndi müəyyən səhvlər olur. 500 kilometr çıxır 470 kilometr. Xəritəyə köçürəndə ya. Bu artıq təhrif deməkdir. Təhriflər yaranır. Yəni, ölçülər bəzən doğru gəlmir. Və biz bu təhrifin nə qədər olduğunu hesablaya bilərik. Məsələn, həqiqətdə 500 kilometrdir. Xəritədə miqyasa əsasən tapırıq 470. O eyni deyil axı. Deməli, burada təhrif var. 500 ilə 470-in fərqini tapırıq. 30 kilometr təhrif var. Yəni, bu formada. Nümunəyə baxaq. Azərbaycanın 1 bölünsün 600 min miqyaslı divar xəritəsində 42 dərəcə və 38 dərəcə şimal enlikləri arasındakı məsafə 70 cm olarsa təhrifi hesablayın. Əvvəlcə gəlin, bizim miqyasımız var. Santimetrimiz var. Nəyimiz yoxdur? Həqiqi məsafəmiz yoxdur. Gəlin tapaq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurur miqyas. Yəni, bu düsturu əzbərləsəz, bütün məsələlərdə bu formada yazsaz, sonra işləsəz, daha rahat olacaq sizə. Həqiqi məsafə bərabərdir. 70 vur 600 mindən 5 sıfırı silək, qalır 6. 70 vur 6 bərabərdir 420 kilometr. Yəni, miqyasa görə ərazi 420 kilometr uzunluğa malikdir. İndi gəlin, coğrafi koordinatlara əsasən həqiqi məsafəni tapaq. Deməli, 42 şimal enliyi, 38 şimal enliyi. Uzunluğun fərqi yoxdur. Bunlar arasındakı məsafəni necə hesablayırıq? Koordinatlar mövzusunda bunu keçəcəyik. Hər ikisi şimal və ya hər ikisi cənub yarımkürəsi eyni yarımkürədirsə fərqini tapırıq. 42-38. Burada alırıq 4 dərəcə. Və meridyen üzrə dərəcədə həmişə 1 dərəcə 111 kilometrdir. 4 dərəcə nə qədər olacaq? 111 vur 4. 444 kilometr. Deməli, bu koordinatlar əsasən bizdə çıxdı
444 kilometr. Əgər məsələn nümunədə mən dəqiq hesablamışam, yəni 111.1-ə vurmuşam. Çünki meridian 1 dərəcəlik meridian qövsünün uzunluğu 111.1 kilometrdir. Əksər məsələlərdə 111 qəbul olunur. Əksər məsələlərdə belə qabağımıza çıxacaq. Deməli 444 koordinatlara əsasən aldım. 420 də miqyas əsasən. Axı bunlar eyni ədədlər deyil. 444 ayrı, 420 ayrı. Aradakı kilometr fərqi bizə verəcək təhrifi. 444-dən 420-yə çıxırıq, qalır 24 kilometr. Deməli, bu xəritədə 24 kilometr təhrif var. Başqa bir nümunə də yoxlaya bilərsiniz. Məsələn, yenə də əvvəlcə miqyasa görə sahə, daha sonra koordinatlara görə sahə tapılır. İkisinin fərqi sizə verəcək təhrifi. Miqyasa aid izahlar bugünlük bu qədər idi. Miqyas önəmli, amma rahat olan, çox çətin olmayan bir mövzudur. Mövzunun konspekti olduğu kimi Telegram kanalımızda paylaşılıb, oradan əldə edə bilərsiniz. Sağ olun, uğurlar.